Bugün redaksiya olaraq haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Zaqatala rayon Qayının rəisi Ruslan İsayevdir. Ruslan müəllim öz işinin peşəkarı bir insandır. Ulu öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub olmamasından asılı olmayaraq, Prezident İlham Əliyevə, dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz. O böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Yüksək texniki bilik və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübə qabiliyyətləri olan əsl istedad sahibidir. O həmçinin ani və düzgün qərar qəbul edən nadir insanlardandır. Prezident İlham Əliyevdən nümunə götürən Ruslan müəllimin böyüklüyü onun sadəliyində, insanlara insani münasibətindədir. İnsanlara maksimum diqqət və qayğı ilə yanaşır. Onların problemini həll edərək onların dövlətimizə və prezidentimizə inamını artırır. Ruslan müəllim Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibəti ilə Ulu öndərimizə Allahdan rəhmət diləyir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaq görən lider, cəsarətli və müdrik insan idi. O öz həyatını doğma xalqına həsr etmiş, bütün dövrlərdə xalqa ləyaqətlə və sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyinə arxalanaraq Azərbaycanı inamla irəliyə apardı. Bugün Ulu öndər Heydər Əliyevin cismən aramızda olmaması, xalqımız üçün nə qədər ağrıdırsa, İlham Əliyev kimi müdrik və bacarıqlı bir dövlət başçısının Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməsi ən böyük xoşbəxtlikdir və xalqımız ümumilli liderin siyasi varisi, yüksək intellektli, pragmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.